بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له اللهم صل على محمد إلى رحمة الله وبركاته. Analar, əziz atalar, əziz tədbirimizə təşrif buyuran qonaqlarımız. Bugün Azərbaycanımızın igid qəhrəman oğlu olan Aslan Xalidin cənnətdəki mövlud günüdür. Mən həmişə olduğu kimi tədbirimizə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Hər yerdə istər şəhid ailələri olsun, istər onların bizə əmanət qoyduğu övladları olsun, həyat yoldaşları olsun və istərsə də ata-anaları, bacı qardaşları olsun, onların hər birinə çox ehtiramla yanaşmalıyıq. Çünki onların igid qəhrəman oğlu övladları daha doğrusu bizim Azərbaycanımızın başını uca eləyən və həmişə hər yerdə artıq qürurla danışmağa bizi vadar elədilər. Bəli, bizim igid qəhrəman oğullarımızı həmişə yad eləyəcəyik. Və mən istərdim ki, tədbirimizi şəhidliyə ucalanlar şeiri ilə başlayam. Çünki bu oğullarımız bizim Xocalı faciəsini, o cümlədən 1905-ci ildən üzübəri olan şəhidlərimizin, soyqırımlarımızın hamısının qisasını alan igid qəhrəman oğullarımızdır. Mərmiyə doğru qaçdılar, keçilməz yolu açdılar, ölkəmizə nur saçdılar, şəhidliyə ucalanlar. Qeyrət, namus simvoludur, getdikləri haqq yoludur, vətənin mərdlik yoludur. Şəhidliyə uzalanlar. Yurdumuzu qaytardılar, yatmış ruhu oyatdılar, sönmüş ocağı çatdılar, şəhidliyə uzalanlar. Qəlbimizdə yaşayacaq, xatirələr qucaq-qucaq, yarandılar igid, qoçaq, şəhidliyə uzalanlar. Bəli, həqiqətən də şəhidlərimiz bizim qeyrətimizi, namusumuzu, şərəfimizi qaytardılar özümüzə. Bəzən bizim bu sözlərimizə bəzi insanlar var ki, deyirlər ki, bizim qeyrətimiz, namusumuz yox idi. Yox, o barədə demirik. Yəni bizim hansı ki, Xocalı faciəsində namusumuz ləkələndi. Ağdaban faciəsində namusumuz ləkələndi. Bizim Qaradağlı faciəsində namusumuz ləkələndi. Biz o namusdan danışırıq. Hər kəsin namusu da var, qeyrəti də var. Amma bu igid qəhrəman oğullarımız o şərəfimizi, qeyrətimizi bizə qaytardılar. Bizim hansı ki yerə düşmüş Azərbaycan adı, Azərbaycanlı adı bizim yerə düşmüşdü. Onu qaldırdılar zirviyə. Bu günlərin bütün dövlət bizim prezidentimizlə hesablaşır. Bizim prezidentimizlə məsləhətləşir. Çünki bizim igid qəhrəman ordumuzun sayəsində o neçə illər boyu bizim əsarət altında qalan torpaqlarımızı 44 gün 24 saat 23 saniyə bu oğullarımız məsələni həll elədilər. Hansı ki illər boyu bizim torpaqlarımız əsarət altındaydı. Xankəndimiz, Xocavəndimiz, Ağdərəmiz, bizim bütün o hansı ki
ermənilər gəlib oranı özünküləşdirmişdi. Onların hamısını qaytardılar. Bax bu oğulların sayəsində. Bu günlərin bizim tədbirimizdə şəhid ataları, şəhid anaları ilə birlikdə şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim iştirak eləyir. O cümlədən Bənövşələr qəsəbə Tamorta məktəbinin müəllim kollektivi iştirak eləyir. Bənövşələr qəsəbə icra nümayəndəsi və İsmailbəyli o cümlədən Bağbanlar icra nümayəndəsi bu günlərin burada iştirak eləyir. Və bizim gözəl şairimiz həmişə onun axırıncı bir şeiri var ki, o Məkkəyə, Mədiniyə gedən insanlara bizim Məkkəmiz, Mədinəmiz şəhidlər xiyabanıdır deyən bizim German qardaşımız, şairimiz bu günlərin burada iştirak eləyir. Və burada iştirak etməyən, amma ürəyi burada olan bu günlərim Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim öz başsağlığını Maya xanıma çatdırdı və onun yası olduğu və bu günlərində üç mərasimidir. Ona görə gəlmədiyinə görə üzr istəyir və özü gəlməsə də amma ürəyi buradadır. Bəli, o cümlədən bizim 1-ci Qarabağ müharibəsinin qazisi, bizim igid qəhrəmanımız həmişə bizim yanımızda olan qəhrəmanımız da bugün bizim yanımızdadır. Biz onu görəndə elə bilirik ki, həmişə Xanı əmi burada iştirak eləyirdi, burada söz deyirdi və onun sözü bizim üçün həmişə öyüd nəsihət olurdu. Mən indi istərdim ki, sözü Samir müəllimə verəm. Buyurun Samir müəllim. Mən də salamlayıram şəhid analarımızı, şəhid atalarımızı, tədbir iştirakçılarını. Bugün bizi ətrafına toplayan Ağdamın, Azərbaycanın qəhrəman oğlu Hasan Xalid məhz 96-cı ilin bu günü Sumqayıt şəhərində dünyaya göz açmışdı və onun valideynləri, anası Ağdam rayonu Saybalı kəndinin idi və o 93-cü ildə nənəsi ilə birgə həmin kənddən belə deyək, məcburi köçkün düşmüşdü. Və Hasan Xalid bir müddətdən sonra Qazaxıstana köçür, yenidən qayıdır Ağdama, Bərdədə, Çadır şəhərciyində Ağdamın 2 saylı orta məktəbində oxuyur və hərbi xidmətini başa vurub qayıtdıqdan sonra öz valideynlərinin yanında Ağdamda yaşayır və nəhayət 2020-ci ildə məlum iyul hadisələrindən sonra Polad Həkimovun şəhid olduqdan sonra könüllü olaraq özü səfərbərliyə yazdı və 2020-ci il 27 sentyabr hadisəsində o demək olar ki, hər gün öz anası ilə birgə səfərbərlik xidmətinə yaxınlaşır ki, onu könüllü olaraq hərbi xidmətə aparsınlar, döyüşə aparsınlar. Bir neçə gün öz valideyni ilə gedib gəldikdən sonra və demək olar ki, hansı ki, oktyabr ayının 7-8-nə qədər o öz anası ilə, Maya xanımla birgə Səngərlərdə, burada öz evlərini də belə deyək bir posta çevirmişdi. Bu qəhrəmanlıq heç də boş-boşuna yaranmamışdı. Çünki onun evdən gəlmişdi. Onun nənəsi Şamama nənə 1-ci Qarabağ müharibəsinin veteranı idi. Qadın ola-ola öz kəndi uğrunda, Ağdam uğrunda demək olar ki, kişilərlə cəbhədə vuruşmuşdu. O evdə hansı ki, o Çadır şəhərciyində olsun və daha sonra Məcburi Köçkün qəsəbəsində evdə hər gün, hər axşam onların ailəsində demək olar ki, Ağdamın Saybalısından, Ağdamdan, müharibədən söhbət getmiş. Və ta ki 2016-cı ildən tutmuş və yaxud da hansı ki, bildiyiniz kimi Ağdam cəbhəyanı xətt olmuşdu və o anası ilə həmişə komandirlərlə, Ağdamda xidmət edən elə bir komandir yoxdur ki, həmin evi tanımasın, həmin Maya xanımla belə deyək, o ailəni yaxından bilməz. Və bunu nəyə görə qeyd eləmək istəyirəm? Çünki Hasan Xalid bu çıxışların, bu mövzuların içində olan bir ailədə böyümüşdü və 44 günlük Vətən müharibəsində isə o səfərbərliyə və 057 xüsusi əməliyyat briqadasında belə deyək, döyüşlərə qatılır. Hansı ki, o təminat, o xüsusi əməliyyat briqadası olduğundan o təminatda xidmət göstərməli idi. Hansı ki, müəyyən təminat işlərini. Ancaq onun döyüş yoldaşlarının dediyindən, eşitdiyimə, bildiyimə görə o ancaq özü də qızğın döyüş yerlərində, hansı ki, o hərbisilərlə bircə döyüş meydanında olur və daha sonra isə Ağdam, Suqovuşan azadlığı, Ağdərənin azadlığı, Talışın azadlığı uğrunda qəhrəmancasına şəhid olur. Və onun özündən sonra bir Məryəm adında gözəl qız övladı bizlərə əmanət qalır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hansı ki, bu qəhrəman oğullar siz anaları, ataları bir-birinə doğma elədi. Onların hər biri haqqında 10-15-20 dəqiqə çıxış eləmək demək olar ki, çox az bir, qısa bir zamandır. Ancaq biz mütəmadi görüşdüyümüzdən, yəni vaxtın azlığından çalışırıq ki, qısa məlumat verək. Və mən demək olar burada uyuyan və hansı ki, digər qəhrəmanlarımızın hər birinin öz həyatına nəzər saldıqda, onların böyüyüb boya başa çatdığı kənddə onu tanıyan insanların çıxışlarında həmişə vurğulayıblar ki, həmin qəhrəman şəhidlərimizin sakit, mədəni, xaraktercə təmkinli olublar. Və onlar öz sinif yoldaşları arasında olsun, istər xidmət yoldaşları arasında bir nümunəvi insanlar olublar. Sadəcə olaraq müharibə onları bizlərə tanıtdı, onların qəhrəmanlığını üzə çıxartdı. Bəli, bu gün artıq onların ruhu şaddır. Ona görə onların ruhu şaddır ki, bu günlərim biz Ağdamımıza artıq ilk köçlər başlayır. Bizim Qarabağımızda artıq demək olar ki, insanlarımız yaşayır. 50 minə yaxın insan orada yaşayır. Bugün orada universitetlərimiz fəaliyyət göstərir. Orada orta məktəblərimizdə bizim demək olar ki, yerdə qalan hansı ki, bu qəhrəman oğulların bizlərə əmanət etdiyi torpaqlarda gül balalarımız təhsil alır. Və bizim bəli, Qarabağ problemimiz kökündən həll olunub və ancaq missiyamız bitməyib. Bizim missiyamız ondan ibarətdir ki, bu igid qəhrəman oğulların öz qanları, canları bahasına azad etdiyi torpaqlarda biz qəhrəman övladlar yetişdirək. Savadlı dövlətimizə, bayrağımıza sadiq övladlar yetişdirməliyik. Biz dəfələrlə mən vurğulayıram ki, bəli, vətəni sevmək üçün, vətənin sevgini bildirmək üçün polis olmaq gərək deyil, vətənin sevgini bildirmək üçün müəllim olmaq, hərbiçi olmaq gərək deyil. Vətəni sevmək üçün, vətənin sevgini bildirmək üçün yaxşı, vətənpərvər, nümunəvi insan olmaq lazımdır. Övladlarımızı vətənpərvər yetişdirməliyik. Hansı ki, bayraq anlayışın, şəhid anlayışını asılamalıyıq. Və bugün şükürlər olsun ki, bizim bu haqq savaşında cənab prezidentin dəmir yumruğu ətrafında qəhrəman oğullarımız sayəsində, xalqımızın birliyi sayəsində Allah Taala'nın köməyi ilə biz Qarabağdan, torpaqlarımızı işğaldan azad etdik. Və biz bundan sonra inşallah bizim növbəti hədəfimiz, missiyamız hansı ki, tarixi Göyçə mahalımıza və hansı ki, Zəngəzur torpaqlarımıza biz qayıdacağıq. Bunun üçün biz daim bir yerdə olmalıyıq, həmrəy olmalıyıq. Millət olaraq, xalq olaraq bir-birimizin yanında olmalıyıq. Bir-birimizi həmişə anlayışla qarşılamalıyıq. Və mən bilirəm ki, hər hansı bir mövzu olsun, hər hansı bir problem olsun, insan yaşayan yerdə, olan yerdə bilirsiniz ki, problemlər olur, çatışmazlıqlar ola bilər. Onları aradan qaldırmaq üçün bir-birimizin yanında olmalıyıq. Çünki əziz insanlar, əziz valideynlər, 30 ildən artıq siz ən çətinlikləri görmüsünüz. Hansı ki, belə deyim, lagerlərdə, çadır şəhərciklərində, belə deyək, bir yataqxanalarda görmüsünüz o keçmiş yolları. Və bundan sonra heç bir çətinlik sizi qorxuca bilməz. Və biz inşallah ki, hansı ki, bu yay aylarında Saybalı birliyinin orada olan onların, siz hər biriniz izlədiniz, onların orada öz Dədəbaba məzarlarını ziyarət etməni, həmin kəndə yürüyüş eləməklərini gördünüz. İnşallah qısa zaman ərzində həmin torpaqlarda biz həmin kəndimizə qayıdacağıq. Və müəyyən bir müddət, 5 il, 6 il bundan öncə çox da uzun bir müddət deyil. Kimə desəydik ki, biz gedəcəyik orada, Xan kəndində, Xocalıda bizim bayrağımız dalğalanacaq, bizə çətin gəlirdi ki, görəsən o mümkün olacaqmı? Görəsən, biz Şuşanı demirəm, Laçını demirəm, hansı ki, burada yaxını Ağdamı deyirəm. Şükürlər olsun ki, yəni bu günləri bizim xalqımız yaşadı. Və mən ona görə sizin hər birinizə minnətdarlığımı bildirirəm. Hansı ki, burada gələn insanların demək olar ki, əksəriyyəti həmişə soyuq olsun, isti olsun, bayram olsun, nə olur olsun həmişə gəlirlər, bu qəhrəmanların hər birini ziyarət edirlər. Gələ bilməyən insanlar, bayaq Qorxmaz müəllim vurğuladı, gələ bilməyən insanlar, mən sizi inandırıram ki, bir köhnə hərbiçi kimi hər gün bizim evimizdə həmin döyüş yoldaşı və mən o günü bilirəm və əminəm ki, Məryəm gün gələcək, burada olan insanlar da görəcək. Məryəm Qarabağ Universitetində oxuyacaq və həmin o günləri bizə Allah nəsib eləyəcək inşallah. Və sizin hər biriniz öz minnətdarlığımı bildirirəm. İnşallah ki, bundan sonra bizim bu valideynlər hansı ki 5 il ərzində elə valideynlərimiz var ki, yəni həmişə vurğulayıram, 45 yaşı var, 50 yaş, yəni baxırsan ki, sanki 70 yaşında bir anadır, 80 yaşında bir anadır. Bu günlərin onların itkisi ağırdır, ancaq bir o qədər də
qürurludur, bir o qədər də fəxirlidir ki, onlar məhz bu yol uğrunda özləri getmişlər, özləri yəni seçim etmişlər. Sonda qısaca olaraq onu vurğulamaq istəyirəm ki, bir neçə gün bundan öncə bir hansı ki Abbasov, şəhidimiz Abbasov Müşfiqin övladları ilə söhbət edirəm. Onlarda olan elə videolar varsa, hələ ki onlar internetə verilmir. Baxırsan insanın 2014-cü ildə, 18-ci ildə olan çıxışlarına sanki elə gecə gündüz bu adam ancaq vətən, Qarabağ müharibəsini arzulayır. Yəni mən bunu ona görə vurğulayıram ki, bu qəhrəman oğulların öz arzuları olur. Yəni hansı ki onlar o döyüşə getsinlər, o Xocalının qisasını alsınlar. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Allah qəni-qəni rəhmət eləsin. Şamama nənəyə səbir diləyirəm, Maya xanıma səbir diləyirəm ki, həmişə mən bu 5 il ərzində Maya xanımı daim yenə görürəm ki, istər Şuşada olan hansı ki aksiya vaxtı olsun, daha sonra Xankəndində olan tədbirlərdə olsun, yenə də elə bil hansı ki 2020-dən əvvəlki Maya xanımdır və demək olar ki 5 il ərzində daha da belə deyək, hansı ki dövlətçiliyi təbliğ edir. Mən sizin hər birinizə, bütün şəhid analarına, şəhid atalarına səbir diləyirəm. Çox sağ olun. Bir neçə gün bundan öncə Xalid qardaşımızın qızının ad günü keçirdilər. Və May xanımla söhbət əsasında dedi, Xalidə dedik ki, elə gəl sənə ayın 26-sına yazaq, elə atabala ikinizin də tədbirinizi, ad gününüzü bir eləyək. Yox, ona ad dilini, mənə ad dilini. Bir ayda 2 dənə ad günü. Bəli, balası ilə çox sevinirdi. Onun çox gözəl böyüməsi üçün çalışırdı ki, o da vətənpərvər böyüsün. Çünki o evdə bir igid qəhrəman Ağbirçək var idi. O Ağbirçəyimizin igidliyi, qəhrəmanlığı həmişə Xalidə bax bu adı da verdi. İgid qəhrəmanın şəhid nəvəsi. Allah məqamınıza eləsin. Və bizim anamız var ki, o bizim Xalid qardaşımıza bir gözəl şeir həsr eləyibdi. Mən istəyərdim ki, o şeiri bu günlərim səsləndirsin. Xalid demək olar ki, mənim gözümün qabağında böyümüş uşaqdır. Onun vətənpərvərliyini lap balaca vaxtından hiss eləyirdik. Mən şahidəm ki, Xalid şəhid olanda onun bir sinif yoldaşı mənim qonşum idi. O qız o qədər ağlayırdı ki, bəlkə də öz qardaşı olsaydı o qədər ağlamazdı. Xalid lap körpəlikdən hamımızın hörmətini, rəğbətini qazanmışdı. Mən Xalidə həsr elədiyim bir şeirimlə onun ruhunu şad eləmək istəyirəm. Döyüş meydanında şimşək tək çaxan, mənfur dığaları yandırıb yaxan, ruhu zirvələrdən vətənə baxan, vətən fədaisi olubdu Xalid. Qisas almaq idi fikri niyyəti, düşməni sındırdı əzmi, qüdrəti, qanı ilə qazandı əbədiyyəti, vətən üçün can verən şəhiddir Xalid. Haqqında nə deyim, nələr söyləyim. Ondan danışmaqda acizdir dilim. Məryəmi atasız qoysa da ölüm, əbədi yaşayan şəhiddir Xalid. Çox da ki daşıdı bir ərəb qanı, canından çox sevdi Azərbaycanı. Görməsə də Saybalını, Ağdamı, bu yurdu müqəddəs bilib Xalid. Vətən üçün can verən şəhiddir Xalid. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bayaq mən qeyd elədim, bizim hansı ki Şəhidlər Xiyabanın Azərbaycanımızda olan bütün Şəhidlər Xiyabanın Məkkə, Mədinə bilən və biz onu hamımız bildik ki odur. Amma bəzi adamlar var ki Məkkəyə, Mədiniyə gedirlər. Bizim Məkkəmiz də buradır, Mədinəmiz də buradır deyən bizim şairimizə söz vermək istəyirəm. Buyurun, Girman müəllim. Xeyr olsun, hər birinizə salamlayıram. Neynirəm Kəbəni, Kərbəlanı mən. Mənim qanı daman, şəhid canım var. Xocalım, Ağdamım, Şam, Laçınım, Gözdağım, şəhidlər xiyabanım var. Adətən
belə yerlərdə deyirik ki, Allah rəhmət eləsin. Amma inanın ki, rəhmət nədir? Yəni Allah rəhm eləsin deməkdir. Bu şəhidlər xiyabanında uyuyan hər bir oğul, hər bir qəhrəman o rəhmət sözündən çox yuxarıdadılar. Ona görə ki, elə dinimizdə deyir, Quranda yazır ki, şəhidlər birbaşa cənnətə gedirlər. Yəni Allahın zəmanətində, rəhmindədirlər ki, rəhmətindədirlər ki, birbaşa gedirlər. Ona görə onlar o rəhmət sözündən yuxarıda dayanırlar ki, tarix boyu Azərbaycan uğrunda canından keçən, 22 il ərəb xilafətinə qarşı döyüşən Babəkin igidlərinin, Şah İsmailin qızılbaşlarının, Nadir Şahın dünyanı fəth eləyən cəngavərlərinin və son 30-35 ildə Azərbaycanda gedən bu qanlı döyüşlərdə canlarını fəda edən insanların, oğulların, cəngavərlərin, qəhrəmanların ümumiləşdirilmiş bir məkanıdır Şəhidlər Xiyabanı. Və Şəhidlər Xiyabanında hər gələndə o rəhmət deyirik, bir başqa mənadan da o söz ümumi deyib gedir və deyirik şəhidlər bizim fəxrimizdir, qürurumuzdur, güvənc yerimizdir, inanc yerimizdir, ant yerimizdir və s. Amma hər bir şəhid bir ailənin əbədi bir qəm-qüssə yeridir. Şəhid ailələrinə yaxınlaşmasan, daxil olmasan, onlarla dəstləşməsən, bunları yəni oradan buradan eşitdiyimiz ümumi sözlərlə deməkdən başqa əlacımız qalmır. Yəni sabah Ömərin toyu olanda Xalidin yeri elə görünəcək. Orada nə qürur yada düşəcək, nə heç nə yada düşməyəcək. İçinə qara qanlar axacaq. Allah dünyalarını versin, Allah məqamlarını uca eləsin, Allah Teala şəhid atalarına, şəhid analarına, şəhid balalarına, şəhid ailələrinə hər bir kəsə səbir versin ki, bu şəhid dərdini ayaq üstə, ürəklə, cismən yaşayıb qoruya bilsinlər. Sağ olun. Sağ olun. İndi dəvət eləyək qardaşımızı şəhidimizin ruhuna dua oxusun. اللهم صل على يا محمد وعلى محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غصاء نحوا سنقرئك فلا تنسى الله إنه يعلم الجهر وما يخفى وليصرك لليسرى فذكر النفعة الذكرى فيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى صدق الله العلي العظيم وصدق رسوله النبي الكريم
سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين من الآن إلى يوم الدين آمين آمين يا رب العالمين يا قاضي الحوائج الصالحين إلهي آمين اللهم بلغ وصل هذا القرآن إلى روح المرحوم المحور المعظوم جميع شهد المذكرات وبحق حرمة السورة الفاتحة. الرحمن الله رحمة الله